Bu da növbəti gözəlçəmiz. Nömrə 81. Karnika sklinar. Səni də gəl. Biraz fasilə verək. Hastanenin iş fəaliyyətin hələlik dayandırıldı. Canım ay Karnika. Elə. Karnika sklinar 14 may çıktı, 28 may yumurta koydu. F1 2025. Demek dostlar, bu 20 çərçivəlik dadan ramkalarlandır. Yəni 20 dadan çərçivəlik ailələrdir. Biz bu dəqiqədə bu arı ailələrindən kifayət qədər bal var götürməyə. Amma mənim üçün önəmli ailənin sağlamlığıdır. Birinci. Ana arının sağlamlığı. Bu arı ailəsinə heç bir kimyəvi dərman, zəhərlərdən istifadə olunmuyor indiyə qədər. Çalışırıq ki, organik turşularla bu arı ailələrimizi varroadan müalicə edək. Demək dostlar, indi burada kifayət qədər bal var. İndi də çıxartmaq olar. Müəyyən faizi örtülüb, üstü möhürlənib. Yəni tam arxayın götürmək olar. Amma mən bunu götürmürəm. Ana arını izolyasiya edirəm. 25 gündən sonra tam arxayın balımızı da götürəcəyik. Qaralmış çərçivələri də çıxdaş edəcəyik və şərait yaradırıq ki, ana arı yenə də 25 gündən sonra sürətlə başlasın yumurta qoymağa və sağlam arı ailəsi yetişməyə davam etsin. Odur ki, dostlar, sağ olun, özünüzü qoruyun.